Salam, kanalıma xoş gəlmisiniz. Bugün mən sizin üçün belə bir maraqlı bir video göstərəcəm. Hansı ki, balaca, belə gözəl, şirin qonaqlar. Yəni ki, ev sahibləri var. Onlar belə balaca heyvanlar üçün məhsullar satırlar. Belə qablardır. Bu it üçün, pişik üçün 30 manatadır. Belə bir yemək. Bunlar altına dökmək üçün pişik qumları. Qiymətləri 22 manatadır. Baxın. Mən özüm heyvan saxlamıram sözün düzü, amma çox arzusum var ki, mənim də heyvanım olsun. Çox qəşəngdir, bu nə gözəldir. 8 manata. Afamleniyası çox qəşəngdir. Bu itlər üçün də keramik, həm də təsir. Məncə plastikdənsə belə bir şeylər daha qəşəng olar. Həm təmizdir, qəşəngdir, yuyulmaz. Və itlər üçün 14 manata. Pişiklər üçün belə də var. Çox maraqlıdır. Pandalı, çiyələkli. Bir gün heyvan saxlasam mütləq bura gələcəm. Buranın ünvanını qeyd edərəm mağazanın. 70 qəpiyə pişik yeməkləridir. Hətta mən indi özüm də alaram. Çünki küçədəki pişikləri yemək vermək. Yəni hər hansı balacalar olanda xüsusən də həvəslənirəm yemək vermək, onları doyurmaq. Bunlar heyvanlar üçün yuvalar, evlər. Baxın, burada papuqaylar üçün də var. Mən biləm, bunların hər bir içində vitaminləri də olur. Simiçkasından tutmuş, xəməklar üçün, kimsə xəməklar saxlayırsa, qiyməti 4.50-dir. Baxın, xəməklar, dovşan. Bunlar vitamin tərkiblidir. İçində klükvası da var, it burnusu, almalısı. İtlər, baxın, bunlar mənim həmin o dediyim vitaminlərdəndir. Bunu quş saxlayanlar, papuqaylar saxlayanlar bilər. Bir zamanlar mənim özüm papuqayları var idi. Onlar qumlardır. Bu qumlar tüklərinə xeyirdir də, heyvanların, düzdürmü? Pişiklərin, itlərin. Bunlar ümumiyyətlə yəni ayaq yolu məqsədilə olan bir şeydir. Büdcetlə olan, yəni qiymətə uyğun olan belə 5 litrlik də var. Nisbətən qiymətləri yəni 18 manata olan, amma hətta deyilənə görə bunu heyvanlar yeyə də bilir. Yəni onların bədəninə heç bir zərəri, ziyanı yoxdur. Belə bir qəfəsləri var. Apilkalar, ki xəmiçoklar üçün. Bu quş qəfəsi deyil, xəmiçoklar üçün olandır. Pişiklər üçün. Çox qəşəngdir. Mən çox şirin dükandır. Əməkdaşları da çox mehribandırlar. Nəsə yaxınlaşsaz, heyvanlarınızla bağlı məsləhət almaq istəsəz, xüsusən də məsəl üçün mənim kimi hansı ki planlaşdırır ki, gələcək üçün bəlkə də heyvan ola bilər. Onlara yol göstərə bilərlər. İtlər üçün belə qiymətləri də 2.30, 2.90 məncə görsənir. Bunlar itlər üçün, pişiklər üçün olan qumlar. Belə böyük çeşidləri var, çox çeşidləri var. Bunları isə demək olar ki, bütün mağazalarda gördüyümüz Darling'dan Felixlər. Aşeyniklar, namortniklar, oyuncaqlar. Fərqli. Haradaydı o? Bir dənə də bir nazar ədədir. 3.50 olan pişiklər üçün yeməklər, stilizasiya olunmuş yeməklərdir. Hər biri. Bu akvarium təmizləmək üçün pompadır. Akvarium olan adamlar üçün biləsiniz. Mən sözün düzü Temudan almışdım özüm üçün. Mən bir zamanlar balığım da var idi. Amma bu mən bilməm neçə almışdım. Burada 6.50-dir. Bunun bir başını qoyursunuz akvariumun içinə. Digəri tərəfinəsə sıxırsınız və o suyu, çirkli suyu, suyun dibində olan atxotları vakumlayır, tökür başqa bir yerə. Burada balıq yemləri də var, balıqlar üçün. Hətta tısbağaları da vermək olar o yeməklərdən. Kimlərisə maraqlıdırsa, bir zamanlar tısbağam da hətta var idi. Balaca oyuncaqlar. Mən elə bilirəm ki, heyvanlar üçün bunlar bir cənnətdir. Xüsusən də belə, ay bu çox qəşəngdir. Burada çox belə maraqlı paltarlar da var. Həqiqətən də çox sevimli bir şeylərdir.
ölçülərə görədir. Deməli pişiklər də geyinə bilər, itlər də geyinə bilər. Sadəcə ölçüyə görə, yəni ki, bu bir-birindən fərq edir. Qiymətləri də 15 manatdan başlayır, hətta endirimlər də ola bilər və davamlı olaraq gedir. Bu xüsusən də balaca itlər üçün çıxaxua kimi düşünürəm. Aha, çıxaxua dedim, bax onun üçün balaca bir paltar. Çox şirindilər həqiqətən də. Buna bax sən, kombinezonçikuna, balonkasına bax, ay Allah, çox şirin bir şeydir. Bilmirəm. Dəhşət həvəsə gətirir mən belə dükanlar. Balonkalara bax. Hı? Belə videoların davamını istəyirsinizsə, mən bununla bağlı rəy yazarsınız və kanala abunə olub like etməyi unutmayın. Baxın, yuxarıda da çoxlu quş qəfəsləri, pişiklər üçün dırnaqlarını itiləşdirmək üçün xüsusi bu aparaturaları, baxın yataqları çox maraqlıdır və yeni açılmış dükandır. Ümid edirəm ki, belə gözəl əşyalarla heyvan sevərlərin gözlərini sevindirərlər. Burada belə itlər üçün olan qiymətləri də var. 55 manat, 80 manat endirmə düşübdür.